Hər vaxtınız xeyir. Tətil günlərinin birində yollandıq kəndə istirahətə. Hər yer o qədər gözəl yamyaşıl idi ki, insanın burada sanki ruhu dincəlirdi. Həmin günü çəkdiyim qısa videoları vlog halına gətirib sizinlə də bölüşmək istədim. Təbiəti, ağacları, gül çiçəyi o qədər sevirəm ki, bu yaşıllıqdan doymuram. Burada xalamın yoldaşı təzə olan arı balalarını qutuya salmaq üçün hazırlıq işləri görürdü. Heyf oranı çəkə bilmədim. Çünki sancarlar deyə oradan uzaqlaşdıq. Yanındakı arıları görürsüz yəqin. Tanımadıqları adam olanda sancırlar, amma tanıdıqlarını isə heç bir şey etmirlər. Bu yaşıllıqdan insan necə doya bilər ki? Sanki insana huzur verir. Dayım öz parnikinin təbii məhsullarından axşam yeməyi üçün dərdi ki, yemək hazırlayaq. Elə bilirəm ki, bazardan, marketlərdən nə qədər meyvə alsaq da, ağacdan dərib yeməyin dadı bir başqa olur. Bunlar da xalamın rəngarəng gül çiçəkləri. Mən gülləri çox sevirəm. Amma onları güldanda uzun müddət saxlaya bilmirəm. Çünki tez solurlar. Əgər səbəbini bilən varsa, şərhlərdə yazsaz sevinərəm. Hardan nə eşidirəmsə, onu tətbiq edirəm. Amma yenə alınmır ki, alınmır. Tez solurlar.
Bunlar da gəlin bacımın gülləri. Təbii ki, hamısını neynədim? Dərdim gətirdim, qoydum güldanıma. Bunlar da dayımın parnikinin məhsulları. Allah bərəkətli eləsin. Maşallah deməyi unutmayın. Dayım bu ağacları əkəndə çox balacaydılar. Amma indi maşallah evdən hündür olublar. Həm də həyətə çox ayrı bir yaraşıq verir, çox gözəl görünürlər. Bu arada səhifəmə nəzər salıb digər videoları da izləyə bilərsiniz. Nədən də bilmirəm, amma narın gülləri həmişə mənə uşaqlığımı xatırladır. Və nəhayət günü batırdıq. Ay bu gözəl mənzərə ilə göründü. Bunu da çəkməsəm olmazdı. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.